Bir yerdə görmüşdüm, Masallı rayonunda bir yerdə, bir kətdə görmüşdüm. Mən də həmin o kətdənəm. Bizlər hüzurumuz düşəndə, yaxınımızı itirdiyimiz zaman ağsaqqallarımız bir qayda qoyublar. Diqqət edin, çox mühüm bir şeydir. Hətta cənazəmizi apararıq qəbristanlığa, qəbristanlığın girişində qoyarıq yerə. Cənazə namazını qılarıq. Sonra deyərik ki, siz bunu aparın, harada ki, dəfn olunacaq ora. Biz gəlirik. Biz bütünlüklə o insanlar ki, müəyyən bir adam aparır, onlar qəfn olunacağı yerə, biz çox insanlarla gedirik, birinci şəhidlərimizin qəbri üstə. Ki, orada bizim 2 şəhidimizin nədir? Dəfn olunubdur həmin torpaqda. Əvvəl orada bir fatihə edirik, onların dualar deyirik, ondan sonra gedirik, hətta öz cənazəmizi dəfn edirik. Çünki qaldı ki, hər bir zaman ki, bir qəbristanlığa girsə, birinci gedib onları ziyarət edirik. Mən o şəhid atasına deyirdim ki, biz hər birimiz, uzağı bizi 50 il, 100 il yoxlayarlar da, elə deyil. Ondan sonra kimin yadına düşərik biz? Heç kim yadına düşməliyik. Amma sənin oğlun nə qədər bu torpaqlarda insanlar əşir, yad olmalı.